Mən anam 3-4 dənə oğlu görüb də, rəhmətli Mirseyin Muri, rəhmətli Bəxtiyarı. Necə görüb? Mən yoldaşım onlar dost olub. Düşündük görüşə gedəndə biz ailəvi dost olmuşuq. Onlar, mən elə bir yoldaşım türmədə olanda, onlar da orada yatıblar, orada görmüşəm. Əşi onlar neyirəm, istəmirəm. Qoymuşam, istəmirəm onları. Biz gedirik Hacı Qabla. Nəyə görə gedirik? Bizim Rəşad qardaşımız, görürsünüz. Salam aleyküm. Hacı Qablı qaqam. Anasından görüşə aparırıq. 5 aydır ki, reabilitasiya mərkəzində, 12 addım reabilitasiya mərkəzində müalicə alırdı və belə qərara gəldik ki, reabilitasiya mərkəzinin rəhbərliyi Əkbər müəllimlə bir yerdə qərara gəldik ki, qardaşımızı anasından görüşdürək və biz də gedirik anasına sürpriz eləməyə. Çeçendən gedirik, Totuna aparırıq. Ana-bala görüşmə, yəni özü bir gözəl bir şeydir. Görüşsünlər, vaxt keçsin, çəkiliş eləyək, maraqlı gün keçsin, də belə deyil. İnşallah. Mama təkdir də. Ha, dedi bir otaqda oturdu. Rəşadı gətirmişik qardaşımızı anasından görüşə. Darıxmışdın anan üçün. Əlbəttə. Ha? Конечно, qardaş. Mənim anam böyüdüb də, belə bütün çətinliyimi, əziyyətimi anam çəkib mən. İndi gəlmişəm halallıq almağa. Gedək.